Təhsil Nazirliyi tərəfindən həyata keçirilən xaricdə təhsil üzrə dövlət proqramı haqqında araşdırma aparmışıq. Bu proqramın üstünlükləri, həmçinin ixtisas seçimi və bir də müraciət forması haqqında geniş məlumat almaq istəyirsinizsə, yaxşısı budur, diqqətiniz bizdə olsun. Dövlət proqramı ilə xaricdə təhsil hüququ nədir? Bakalavr, magistr və doktorluq üzrə müraciətlər neçə faizdir? Əsasən hansı ixtisaslara yönəlmək lazımdır? Hansı ixtisaslarda təhsil almaq tələbənin boş zaman itkisi hesab olunmur? Diplomu heç bir işə yaramayan universitetlər hansılardır? Dolandırıcı xaricdə təhsil şirkətlərini necə tapmaq olar? Məşhur qonağımız xaricdə təhsilin hansı faydalarından yararlanıb? Mövzumuzla bağlı bütün maraqlı suallara cavab az sonra yaxşısı budur da. Ölkəmizdə 2025-2026-cı tədris ili üzrə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair dövlət proqramımız var. Dövlət proqramı 2022-ci ildən etibarən Cənab Prezidentin sərəncamı ilə təsdiq olunmuşdur və 2022-28-ci illəri əhatə edəcək dövlət proqramına hər il 500-ədək gəncin seçilməsi nəzərdə tutulur və 3 təhsil səviyyəsi üzrə proqrama qəbul həyata keçirilir. Bu, bakalavriat, magistratura və doktorantura təhsil səviyyəsi olmaqla həyata keçirilir. Bildiririk ki, hazırda dövlət proqramına 2025-26-cı tədris ili üzrə qəbul açıqdır və bu nə deməkdir? Bu, bizim potensial namizədlərin xaricdə dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq istəyən namizədlərimiz üçün bir imkandır ki, onlar sənədlərini elektron qaydada təqdim eləsinlər. Bu ilki qəbulumuz 10 aprel tarixindən etibarən açıq elan olunmuşdur və 15 iyun tarixinə qədər sənəd qəbulu davam edir. It's about advantages and disadvantages. Please. İlk olaraq xaricdə təhsil deyəndə yeni yerləri kəşf, yeni insanlarla tanışlıq, həmçinin mədəniyyətimizi inkişaf etdirmək ağlımıza gəlir. Onu dövlət proqramı ilə həyata keçirmək isə xüsusi üstünlükdür. Dövlət proqramı ilə xaricdə təhsil ölkəmizin sosial-iqtisadi inkişafına töhfə verəcək gənc mütəxəssislərin hazırlanmasında mühüm rol oynayır. Xarici ölkələrin nüfuzlu universitetlərində təhsil almış peşəkarların ölkəmizə qayıdaraq fəaliyyət göstərməsi isə əsas prioritetdir. Dövlət tərəfindən Azərbaycan vətəndaşlarının xarici ölkə universitetlərində, yəni nüfuzlu universitet təhsil almalarına müvafiq dövrlər ərzində imkan yaradılıb. Biz 2022-ci ilə qədərki dövrlərdə qəbul etdiyimiz proqramlarda bəzi qərarlar almaqla bağlı düşünürəm ki, naşlığa yol verdik. Bu naşlıq ondan ibarət idi ki, vətəndaşlarımız dövlət büdcəsi hesabından xarici təhsil alırdılar və həmin şəxslər ölkə geri dönmürdülər. Həmin ölkələrdə qalıb fəaliyyət göstərirdilər, böyük əksəriyyəti. Və bu da deyək ki, mənim, sizin və digərlərinin ödədiklərimiz deyə vergi hesabına, dövlət büdcəsində formalaşan büdcə hesabına onlar təhsil alırlarsa, məqsədimiz də bu idi ki, o şəxslər qayıdıb ölkə cəmiyyətinə, ölkə iqtisadiyyatına və digər sferalara təkan versinlər, töhfə versinlər. Amma təəssüf ki, bunu biz görə bilmirdik. Qeyd edim ki, dövlət başçısının müvafiq 2022-2016-cı ilə bağlı sərəncamında artıq xüsusi məqam yer aldı. Hansı ki, xaricdə təhsil alan dövlət büdcəsi hesabına vətəndaşlarımız var. Onlar mütləq ölkə geri qayıtmalıdırlar. Hətta onlar artıq xaricdə təhsilə gedərkən onlarla bir növ əmək müqaviləsi belə bağlanılır və onlar arxayındırlar ki, ölkəyə geri qayıtdıqdan sonra da birbaşa əmək fəaliyyətinə başlayacaqlar. Və təbii ki, 5 il minimum ölkədə onlar çalışmalıdırlar. Təbii ki, üstünlüklərdən danışsaq, dövlət proqramı məzunlarının ən böyük üstünlüyü ondan ibarət ki, onlar proqramı uğurla başa vurduqdan sonra onlarla bağlanmış iki tərəfli müqavilənin şərtinə uyğun olaraq ölkəmizə geri qayıdaraq 5 il işləmə öhdəliyi alırlar və bu 5 il işləməklə yanaşı isə ən vacib məqamı qeyd edərdim ki, onlar dövlət qulluğuna aid olan müsahibədən azad olaraq birbaşa dövlət qulluqçusu statusu əldə edirlər. Bu da bizim dövlət proqramı iştirakçıları üçün yaradılmış yaxşı bir imkandır ki, onlar bu prosesi keçmədən birbaşa dövlət qulluqçusu adı əldə etmiş olurlar. Tamaşaçılarımızı maraqlandıran əsas məqamlardan biri də dövlət proqramı ilə xaricdə təhsil almaq üçün müraciət qaydalarını bilməkdir. İlk növbədə xarici ölkə universitetlərinə dünyanın ən azı ilk 500-də yer alan reyting sıralamasında bu QS reytinq ola bilər, Şanxay reytinq ola bilər və s.
Bu reytinqlərdə yer alan universitetlərə müraciət göndərirlər. Onlar beynəlxalq dil sertifikatına malik olurlarsa, tutaq ki, SAT istiqamətində əllərində bir nəticə var və yaxud da TOEFL, IELTS, Duolingo, alman təhsil istiqamətində tutulursa, TESTAF və s. Əgər həmin şəxslər hətta Türkiyənin özündə TÖMər, YÖS istiqamətdə burada təbii qeyd olunur, onlardan hər hansı birinə sahibdirlərsə, universitetə müraciət edirlər. Həmin universitet müvafiq olaraq nəticə əsasında tələbəni qəbul edirsə, o zaman o tələbə ola bilər hansısa bir universitet daxili müsahibə də götürür bizim vətəndaşdan. Universitet qəbul aldıqdan sonra artıq Elm və Təhsil Nazirliyinə xüsusi hansı ki proqram var, proqramda ayrıca rəhbərlik altında həyata keçirilir və o proqrama müraciət etdikdən sonra Nazirlik həm universiteti yoxlayır, həqiqətən də həmin universitet dünya reytinqində ön sıralarda dayanan universitetdir, nüfuzlu universitetdir. Eyni zamanda alacağı ixtisas ölkəmiz üçün prioritet olub-olmamasına baxılır və təbii ki, ümumi parametrlərə cavab verirsə vətəndaşın qəbulu, o zaman artıq həmin şəxsə dövlət büdcəsindən müəyyən maliyyə ayrılır, onun viza xərcləridir, gediş-gəliş xərcləridir, o cümlədən orada təhsil istiqamətində hansı xərcləri varsa, onlar hamısı dövlət büdcəsi hesabından qarşılanır. Yalnız vətəndaşın yaşam xərcləri demək olar ki, öz ixtiyarında olur. Qeyd edeyim ki, dövlət proqramına hər il qəbul açıq elan olur. Semestr başlamazdan 6 ay öncə universitet ixtisaslarının siyasi ictimaiyyəti açıqlanır. Gənclərimiz universitetlərin siyahısına əsasən universitet seçimi əldə edirlər və qəbul sənədi əldə edirlər və müvafiq seçim qaydalarında yer alan hər 3 təhsil səviyyəsi üzrə tələb olunan sənədləri toplayırlar. Elektron qaydada dp.edu.az səhifəsində də bu barədə məlumat var. Amma portal.edu.az səhifəsi üzərindən şəxsi kabinet yaradaraq sənədlərini təqdim edirlər. Sənədlərini uğurla təqdim edən namizədlər təbii ki, ola bilər hansısa bir sənədlərdə çatışmazlıq olsun və yaxud müvafiq tələblərə uyğun şəkildə təqdim olunmasın. Belə olduğu halda tələbələrə geri sənəd qaytarılmaqla imkan yaradılır ki, onlar sənədlərini uğurlu şəkildə təqdim eləsinlər. İlkin mərhələ sənədlərin düzgün təqdim olunma mərhələsi, növbəti mərhələ müsahibə mərhələsidir. Hər bir dövlət proqramına müraciət edən namizədlə 3 ekspertin iştirakı ilə 20 dəqiqəlik müsahibə keçirilir. Müsahibədə əsasən 3 istiqamət üzrə dəyərləndirmə həyata keçirilir. Bu, bakalavr və magistratura təhsil səviyyəsi, onların bilik və bacarıqları, məntiqi mühakimə yürütmə bacarıqları, kommunikasiya və özünü inandırma bacarıqlarıdır. Doktorantura təhsil səviyyəsinə münasibətdə isə onların tədqiqat aparma bacarıqları 20 dəqiqə ərzində ekspertlər tərəfindən dəyərləndirilir. Qeyd edeyim ki, dövlət proqramına müsahibə mərhələsinə keçid balı 40 baldır və maksimum bal 50 baldır. 40 baldan çox namizəd əgər toplayırsa, onlar növbəti mərhələ olan müsabiqə mərhələsinə keçid alırlar. Müsabiqə mərhələsi nə deməkdir? Mən daha əvvəldə də qeyd elədim. Hər il 500 gəncin proqrama seçilmə imkanı vardır. Bundan 20%-dən çox olmayan hissəsi doktorantura təhsil səviyyəsinin, 25%-dən çox olmayan hissəsi isə bakalavriat təhsil səviyyəsinin və digər qalan hissə isə magistratura təhsil səviyyəsinin payına düşür. Hətta attestatla xaricdə təhsil ala bilərsən lozungu ilə özlərini reklam edən bir çox özəl təhsil müəssisələri mövcuddur. Bəs gəlin görək, onlara müraciət etmək nə dərəcədə doğrudur? Attesatla qəbul, düzdür, hal-hazırda baxsaq biz xarici ölkə vətəndaşlarına öz ölkəmizdə də attesatla qəbuluna bəzi hallarda imkan yaradırıq. Bu, universitetlərin ixtiyarında olan məsələdir. Bizim ölkə vətəndaşlarının xaricə çıxışda attesatdan istifadə etmələri əsasən məhz həmin o xarici təhsil şirkətlərinin öhdəliyində olan məsələdir, ixtiyarında olan məsələdir. Bunun üçün vətəndaşlar həmin şirkətlərlə müraciət edirlər və o şirkətlər isə demək olar ki, qeyri-qanuni bir qəbul alırlar. Biz bunu leqal qəbul hesab etmirik. Yalnız istisna hallarda ola bilər ki, həqiqətən də vətəndaş hansısa bir şirkətə müraciət edir və xarici təhsil alıb, əyani təhsildir və onun diplomunun tanınmasına bağlı elə də ciddi problemlər yaranmır. Amma əsasən qiyabi təhsil və yaxud da onlayn təhsil xaricdə bu istiqamətlər üzrə, bu şöbələrdə təhsil alınıbsa, təbii ki, həmin vətəndaşların diplomlarının tanınması ilə bağlı ciddi problemlər yaranır. Bəzi ölkələr saxta şəhadətnamə və yaxud da ki, diplom verməsə də, onun verdiyi diplomun dəyəri aşağı olduğu üçün əslində bu da bu mənada vətəndaşımızın, onun valideynlərinin bəlli bir müddətdə çəkdiyi maddi və digər mənəvi əziyyətlərin fonunda da yekunda oxşar nəticənin ortaya çıxması, onun məşğulluq imkanının olmaması və yaxud da ki, cəmiyyətdə yerini tuta bilməməsi də
ayrıca bir arzu olunmaz mənzərədir. Fake universitetlər, fake diplomlar, fake müəssisələrə aldanmamağın bir yolu var. Bunun üçün Nəzərə çatdırıram ki, Elmi Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsil Keyfiyyət Təminat Agentliyi tərəfindən müvafiq olaraq onlara məxsus saytda hansı ölkələrin diplomları tanınmırsa, hansı universitetlərin ümumiyyətlə diplomları tanınmırsa, bu haqda informasiya dərc olunur. Yəni vətəndaşlarımız həmin sayta daxil olmaqla teknita.az saytıdır. Məsələn, o sayta daxil olub müvafiq informasiyalar oradan əldə edə bilərlər. Biz əslində ötən il iki istiqamətdə vətəndaşlarımıza bu maarifləndirmə kontekstində yardımçı olmağa çalışdıq. Bunlardan biri məhz akkreditasiyası olmayan ali təhsil müəssisələrinin siyasətidir ki, biz bunu paylaşdıq. Təəssüflər olsun ki, burada eyni zamanda inkişaf etmiş ölkələrdə fəaliyyət göstərən ali təhsil müəssisələri var ki, bir çox hallarda gənclərimiz üçün cəlb edici olub. İkinci istiqamət biraz fərqli idi, amma düşünürük ki, bu da çox faydalıdır. Biz agentliyin bu vaxta qədər formalaşmış ekspertizası əsasında ali təhsil müəssisələrinin, yəni 30%-dən daha çox imtina almış ali təhsil müəssisələrinin siyahısını paylaşdıq. Bu əlçatandır. Bu nə deməkdir? Əgər bir ali təhsil müəssisəsindən əldə olunan kvalifikasiyaların tanınması üzrə edilən müraciətlərin 90%-i imtina ilə yekunlaşırsa, bu vətəndaşlarımızı düşünməyə vadar etməlidir ki, ona təklif olunan, təqdim olunan bu universitet o qədər də reputasiyalı deyil. Statistika üçün deyim ki, il ərzində təqribən 6000-7000 müraciət əsasında diplomların ekspertizası aparılır və nəticə etibarı təqribən 15% imtina qərarı olur. Ölkəmizin gələcək inkişafı və əmək bazarının tələbləri nəzərə alınaraq prioritet ixtisaslar hansılardır? Sualına da belə cavab aldıq. Prioritet ixtisaslar istiqamətlə deyərkən biz nəzərdə tuturuq, məsələn, texniki yönümlü ixtisaslarda, informasiya texnologiyalarında, informasiya təhlükəsizliyidir, süni intellekt üzrə mütəxəssisdir, blockchain üzrə ola bilər mütəxəssislər. O cümlədən maliyyə istiqaməti üzrə maliyyə eksperti, maliyyə analizi, data analitikası, həm bura informasiya texnologiyalarına aid olan bir ixtisasdır və digər istiqamətsə iqtisadi ixtisaslardır. Üçüncü ixtisas qrupu üzrə əgər düşünəriksə ölkəmizdə və yaxud da humanitar fənlər üzrə düşünəriksə, o zaman burada diplomatiya sahəsi üzrə mütəxəssisə ehtiyacımız yarana bilər. Həmçinin tibb, səhiyyə yönümlü ixtisaslarda stomatologiya istiqaməti və yaxud da müalicə işi istiqaməti üzrə mütəxəssislərə, biotexnoloqlara, gənc təsərrüfatı yönümlü ixtisaslarda məsələn diyetoloqlara ehtiyacımız var, qidalanma üzrə mütəxəssislərə ehtiyacımız var. Fermer təsərrüfatının inkişafından bağlı ola bilər zoon mühəndisliyi, aqro mühəndisliyi kimi ixtisasların bitirənlər üçün ehtiyacımız var ki, onlar əmək bazarında gələrkən ola bilər məsələn qurum olaraq Kənd Təsərrüfatı Nazirliyi istiqamətində çalışsınlar və s. Yəni bu ixtisaslar bizim üçün prioritet hesab olunur. İlk üçlükdə deyərdim yer alır informasiya texnologiyaları, mühəndislik, maliyyə. Əgər biz bunu 5-ə qaldırırıqsa, dövlət idarə etməsi, iqtisadiyyat və bununla yanaşı əslində digər ixtisas istiqamətləri üzrə də müraciətlər mövcuddur. Digər ixtisas istiqamətlər dediyimiz, vurğuladığımız kənd təsərrüfatı, arxitektura və dizayn var, təhsil ixtisas istiqaməti var, statistika və verilənlərin təhlili və digər ixtisas istiqamətləri var ki, demək olar ki, 15 prioritet ixtisas istiqaməti üzrə bütün ixtisas istiqamətləri üzrə müraciət mövcuddur. İxtisas seçimi ilə bağlı bir digər maraqlı məqam isə heç bir ölkədə aktual olmayan ixtisaslardır. Hansı ki, əsas odur ki, harası qəbul olum deyib peşman olmaq istəmirsinizsə, bu məsələdə də diqqətli olmalısınız. Universitetlərin bəzilərində dövlət və ictimai münasibətlər deyə bir ixtisas var. Konkret olaraq beynəlxalq statusu yoxdur. Yəni məsələn bu ixtisası bitirənlər xarici ölkələrin hər hansısa birində təhsillərini davam etdirə bilməyəcəklər. Çünki beynəlxalq status daşımır. Məsələn, elə ölkələr var ki, onlarda da bu qəbildən olan ixtisaslar yer alır. Həmin ixtisaslar da beynəlxalq statusa sahib olmadıqları üçün əlbəttə ki, onlar da bizim üçün prioritet hesab olunmur. Belə olduğu halda əlbəttə ki, o ixtisas sahiblərində də ehtiyac yaranmadığı üçün diplomların tanınması ilə bağlı ciddi bir problem mövcuddur. Onun üçün də vətəndaşlardan biz dəfələrlə xahiş edirik. Bilirsiniz ki, agentlik tərəfindən hər il müvafiq rüblər ərzində açıqlama təqdim olunur ictimaiyyətə.
Baxırıq ki, məsələn 800 min müraciət varsa, onların demək olar ki, ya 50% və yaxud da 70% artıq sorğusuz geri qaytarılır. Yaxşı olar ki, ilk növbədə ölkəmizdə fəlak üzrə peşə təhsili istiqamətinə yönəlsinlər. Əgər peşə təhsili istiqamətinə yönəlirlərsə, onların hətta gələcəkdə bizim ölkəmizin ali təhsil müəssisələrində təhsil almaq imkanı da var. Bilirsiniz ki, yüksək texniki ixtisaslar var ki, həmin ixtisasları bitirənlərə subbakalavr dərəcəsi verilir və onlar Nazirlər Kabinetinin müvafiq qərarı əsasında ali təhsil müəssisələrinin müsabiqəsinə imtahan vermədən qatılırlar. Xüsusilə də dünya təcrübəsinə peşə təhsilinə ciddi maraq var. Bilirsiniz ki, peşə təhsili qısa müddətdə sizə bilik, bacarıq səriştə ötürür və nəticə itibarilə siz həmin müddətdə artıq oxuya-oxuya işləyə bilirsiniz və yaxud da ki, təhsil aldıqdan sonra birbaşa əmək bazarına daxil ola bilirsiniz ki, burada da ciddi ehtiyac var. Əgər vətəndaşımız və yaxud da ki, əcnəbi vətəndaş hüquqşünaslıq üzrə əlində diplom varsa, kvalifikasiya varsa, mütləq mənada TKT-nın sifarişi əsasında Dövlət İmtahan Mərkəzində imtahan verir. Amma bu imtahan da kifayət qədər deyərdim ki, bəsitdir. Bu nə deməkdir? Cəmi 30 sual verilir. 30 sualdan 50%-nə, 15 sualdan daha artığına cavab verdiyiniz təqdirdə oradan keçmiş olursunuz. Amma statistik olaraq burada da kifayət qədər həyəcan təbili çalınacaq məqamlar var. Belə ki, əlində hüquq diplomu olan 113 nəfər Dövlət İmtahan Mərkəzinin imtahanına girir. Bu sifarişi biz verdik agentlik olaraq və cəmi 15 nəfər, 113-ə münasibətdə cəmi 15 nəfər 30 sualdan 15 və daha artığına cavab verə bildi. Bu kifayət qədər narahat edici məqamlardır. Yaxşısı budur. İşimiz həyatda bilməli olduğumuz vacib məqamlara aydınlıq gətirməkdir. UNESCO-nun məlumatına görə hazırda dünyada 6 milyondan artıq tələbə başqa ölkələrdə təhsil alır. Bu rəqəm hər il artır, çünki beynəlxalq təhsil qloballaşmanın vacib hissəsinə çevrilib. Qeyd edək ki, ən çox beynəlxalq tələbə qəbul edən ölkə Amerika Birləşmiş Ştatlarıdır. Orada 1 milyondan çox beynəlxalq tələbə təhsil alır. Çin hökuməti xarici tələbələr üçün yüzlərlə təqaüd təqdim edir. Buna görə də 2010-cu ildən bu yana Çində təhsil alan əcnəbi tələbələrin sayı 3 dəfəyə yaxın artıb. Bu dəfəki verilişimizin məşhur qonaq rubrikasında gənc ifaçı Səs Azərbaycan layihəsinin finalçılarından biri olan Nofəl Aslanovdur qonağım. Xoş gördüm sizi. Necəsiz Nofəl bəy? Təşəkkür edirəm, yaxşıyam. Mövzumuz xaricdə təhsildir. Siz də mən bildiyim qədərilə xaricdə təhsil alan bizim ifaçılarımızdan birisiniz. Bəli, ilk öncə təşəkkür edirəm. Çox gözəl bir mövzuya toxunmusunuz. Mən təhsil aldığım universitet St. Louis of Music adı belə. Yəni ki, çox gözəl bir təhsil bir ocağı idi, bir ailə kimi idi orada. Həqiqətən də orada həm təhsili gözəl olurdu, həm də tələbə müəllim bir münasibəti yox idi. İnanın mehribançılıq var idi. Çox böyük bir mehribançılıq var idi. Müəllimlə tələbənin. İtaliyada olduğunuzdan irəli gəlirmiş yəqin ki, bu İtalyanlar da axı bizə oxşuyur deyirlər. Var elə bir şeylər. Və mən orada təhsil aldığım bir müddətdə İstanbulda keçirilən türk dilli ölkələr arasında festival keçirildi. Mən orada da iştirak etmisiniz? Orada da iştirak edirdim və orada ən yaxşı vokalist adına layiq görüldüm və Grand Prix-yə layiq görüldüm. Möhtəşəm. Uğurlarınız bol olsun. Təşəkkür edirəm və elə üzümüzə gələn həftə mən Qazaxıstanın Türkistan şəhərinə yollanıram və Azərbaycanı orada təmsil edəcəm. 30-dan çox ölkə deyirlər orada olacaq və mən ümid edirəm, inanıram Biz də inanırıq. ki, Azərbaycan musiqisinin, Azərbaycan mədəniyyətinin ən yüksək pilləsinə daşıyacaq inşallah. Ümumilikdə təhsillə biz köklənsək, mən deməzdim ki, Azərbaycanda ümumi musiqi belə deyək də camiəsindən söhbətə açıram mən. İstər o vokal müəllimləri olsun, istər fortepiano ifaçıları olsun. Bir o qədər də geri qalmır. Sadəcə olaraq mən nəyə görə özüm İtaliyanı seçdim? Mən klassik vokal üslubda oxuyan bir ifaçıyam və İtaliyada həmin ölkələr sırasında birinci yerdə demək olar ki, sıralardadır. İtaliyada, Avstriyada, yəni bu ölkələr, yəni klassik musiqinin belə deyək də atasıdır, ocağıdır belə deyək. Ona görə mən yolumu ora üst tutdum və çox şükürlər olsun ki,
qəbul oldum, təhsilimi davam elədim. Yaxşı insanlar sağ olsunlar, əlbəttə ki, köməyi ilə, dəstəyi ilə var olsunlar. Dövlət xətti ilə getməmisiniz, mən belə başa Xeyr, düşdüm. dövlət xətti ilə deyil idi, əlbəttə ki. Öz istəyinizlə, Bəli, öz özünüz istəyimlə, maliyyələşmisiniz, belə deyək. belə deyək. Yaxşı dostlar sağ olsunlar, var olsunlar. Çox-çox minnətdarım hər birinə və bu gün də hal-hazırda mən sizin qarşınızda bir Novfel Aslanov kimi artıq dayanmışam. Səsiniz hər zaman zirvələrdən gəlsin. Ümumiyyətlə, mən də özüm də şəxsən belə fikirləşirəm ki, insan nə qədər çox fərqli mədəniyyətlər, fərqli ölkələr görsə, bir o qədər onun üçün faydalı olur. Çünki həm dünya görüşü artır, həm də ki, bir növ öz sənətində də irəliləmiş olur. Elə bax, buradan irəli gələrək sizə bir sual vermək istəyirəm. İtaliyada təhsil almaq Novfel Aslanova nə qatdı? Əlbəttə ki, böyük bir təcrübə qazandırdı. Əlbəttə ki, xaricdə təhsil onunla zəngindir ki, sən yeni bir dünya özündə kəşf edirsən. Yəni, sən başqa bir mədəniyyət görürsən, başqa bir dildə danışmaq məcburiyyətindəsən. Çətin deyildi. Yox, bir o qədər də çətin deyil. Nəyə görə? Çünki həm italyanlar, həm də belə deyək, Azərbaycanlar bir-birinə oxşarlıqları var. Bəli, İstər mədəniyyət baxımından, istər elə dil baxımından. Mentalitet baxımından da elə eşitmişdim. Bəli, var elə. İstəkləri varsa geri dönməsinlər, öz arzuları varsa arzularına doğru iri addımlarla getsinlər. Çünki bu çətin, belə deyək də, keçmə-keçli yolları keçmişəm deyə insanın arzusu heç vaxt, belə deyək də, çalışmaq lazımdır, ən azından ürəyində qalmasın. Və nə xoş mənə ki, məndə yəni belə, mən öz arzuma çatmışam və yeni arzularım var, indi ona doğru irəliləyirəm. Çünki həyat belədir. Bəli. İnsan yaşadıkca... Tək arzularınız tükənməsin. Bəli, tək arzularınız tükənməsin ki, həyat daha da gözəl və daha da mənalı olsun. Təşəkkür edirəm ki, vaxt ayırdınız, bizlə həm söhbət oldunuz. Maddi durum, tələbənin şəxsi vəziyyəti, həmçinin məqsədlərinə görə bir formada təhsil sistemindən istifadə etmək hüququ var. Yəni, əyani, qiyabi və distans. Bəs gəlin görək, dövlət proqramı ilə xaricdə təhsil alan zaman bu üç formadan hansını seçmək daha doğrudur? İlk növbədə bildirim ki, bizdə ölkəmizdə təhsil haqqında qanunvericilikdə təhsilin 3 şöbəsi istiqaməti tanınır. Əyani, qiyabi və distant. Amma məlumumuz olduğu kimi, yalnız ölkəmizdə fəaliyyət göstərən istər orta ixtisas təhsil müəssisələri, istər ali təhsil müəssisələrində əyani qiyabi təhsil forması tanınır. Amma ölkədən kənara çıxdıqda isə yalnız əyani təhsil tanınır. Ona görə vətəndaşlar ilk növbədə araşdırma apararkən baxmalıdırlar ki, həmin təhsil hazırları ümumiyyətlə əyani təhsil versək. Yaxşısı budur. İşimiz həyatda bilməli olduğumuz vacib məqamlara aydınlıq gətirməkdir. Araşdırmalara görə xaricdə təhsil alan şəxslərin iş tapmaq ehtimalı və maaşı daha yüksək olur. Çünki çoxmədəniyyətli mühitdə təhsil alanlar daha çevik və adaptiv olurlar. Buna rəğmən unutmayın, dünyada 25 mindən çox universitet var. Bunlardan isə yalnız təxminən 1000-i beynəlxalq reytinqlərdə yüksək yer tutur. Buna görə xaricdə təhsil seçərkən universitetin reytinqinə və proqram keyfiyyətinə diqqət etmək çox vacibdir. Ölkəmizdə təhsil verən özəl liseylər var ki, orada oxuyan uşaqlar birbaşa xaricdə təhsilə başvurmaq hüququna malikdirlər. Bunu ekspertimiz dedi. Məsələn, ölkədə fəaliyyət göstərən istər dövlət təhsil müəssisəsi olsun, istərsə də özəl müəssisə olsun, oranı bitirən məzun, əgər ölkə təhsil müəssisəsi, istər özəl istərsə də dövlət beynəlxalq proqrama qoşulubsa, proqram deyirik biz buna, həmin proqramı bitirərkən artıq onun attestatı demək olar ki, keçərli olur həmin beynəlxalq proqrama qoşulan ölkələr üzrə. Tutaq ki, həmin proqrama dünyanın deyək ki, 150-dən çox ölkəsi qoşulubsa, həmin o 150-dən çox ölkəyə müraciət edə bilər digər ölkələrin vətəndaşları ki, təhsillərini davam etdirə bilsinlər. Son olaraq qeyd edim ki, xarici ölkədə yaşamaq, yaxşı təhlil etmək, başqalarını anlamaq, qərəzsiz düşünmək, fərqli baxış və fikirləri anlamaq qabiliyyətini artırır. Çünki dərsliklərdən və ya internetdən əldə etdiyiniz məlumatlar bu bacarıqlara yiyələnməyinizə xaricdə qazanacağınız təcrübə qədər kömək etməyəcək. Bir mənalı gənclərimiz üçün dövlət proqramı
Dünyanın bildiyiniz kimi bir neçə ölkəsində dövlət proqramları tətbiq olunur. Azərbaycanda tətbiq olunan xaricdə təhsil üzrə dövlət proqramı gənclərimiz üçün deyərdik ki, əldə olunmalı və olunacaq ən ündə bir imkandır ki, onlar üçün açılır. Çünki gənclərimiz hazırki əgər biz siyahıya istinadən danışırıqsa, dünyanın 32 ölkəsindən 200-dən çox ali təhsil müəssisəsində təhsil almaq imkanları əldə edirlər. Eyni zamanda dünya universitetləri üzrə reytinq cədvəlində ilk onluqda olan top 10 universitetdə təhsil almaq imkanı əldə edirlər. Və bu imkan nə deməkdir? Onların dünyada mövcud olan yeni və bilik və bacarıqları əldə edərək bir gələcək kadr kimi yetişmələrinə təkan verir. Əziz tamaşaçılar, məncə hansı ölkədə oxumağınızdan asılı olmayaraq təhsil aldığınız müddəti yaxşı dəyərləndirməlisiniz. Çünki təhsil müddətində əldə etdiyiniz təcrübə sizi arzuladığınız yüksək pillələrə qaldıracaq. Gələn həftə yeni araşdırmamızla evinizin qonağı olmaq diləyi ilə. Hələlik!